Həmişə mənə maraqlı olan bir şey var ki, şeytan yaradılış etibarilə bizim hamımızdan zəifdir. İnsandan zəif yaradılmış varlıqdır. Bəs o bizdən zəif olduğu halda bizə necə qalib gələ bilir? Necə yoldan çıxarda bilir? Necə təsir eləyə bilir? Niyə insanı rahat şəkildə azdıra bilir? Bu sual çox vacib sualdır. Düşünün, bir zəif bir varlıq, güclü bir varlığı niyə məğlub eləsin axı? Şeytanla insanın gücünün müqayisəsi adi bir həşəratla filin gücünün müqayisəsi kimidir. Misal olaraq deyirəm mən bunu. Sadəcə bir məsələ var ki, niyə o bizə güc gələ bilir, halbuki bizdən çox zəifdir? Niyə idarə eləyə bilir? Niyə yoldan çıxarda bilir? Bir hörümçək fili öz toruna sala bilər. Sizcə bu görmüsünüz praktikada belə bir şey? Mümkün deyil axı. Hörümçəyin torunun nə qüdrəti var, nə gücü var ki, fili öz toruna sala bilsin. Şeytan da hörümçəkdir, biz o fildən də böyüyük. Bəs necə olur o bizi öz toruna rahat sala bilir? Amma bəzən hörümçəklərin toruna düşən fillər çoxdur. Və buna səbəb nədir? Niyə insan özündən qat-qat zəif bir varlığın tez təsirinə düşə bilir? Onun yeminə çevrilə bilir, belə deyək. Niyə insan şeytanın qidası olur və şeytan rahat insanı aldada bilir? Bu suala 3 cavab vermək istəyirəm ikinci xütbəmizdə. Və sonda sizə bir ayə oxuyacağam. Həmişə ayəni əvvəldə oxuyuruq, amma bu dəfə ayəni sonda sizə oxuyacağam. Birinci cavab budur ki, şeytanın insanı idarə edə bilməsinin səbəbi insanın özünün buna icazə verməsidir. İnsan özü şeytana icazə verir, məni idarə et deyə şeytan da idarə edə bilir. Yəni, İnsan özünü satılan mal kimi bazara çıxarmasa, şeytan onu ala bilməz. Onu sata bilməz, satıb ala bilməz daha doğrusu. İnsan özünü satmasa, şeytan ala bilməz. Birinci problem yenə də qayıdır insanın özünə. Sən özünü satılıq mal kimi bazara çıxardırsan deyə şeytan da qiymətin nədir verib alır. Bazara çıxarılmayan malı almaq mümkündür. Bir adam malın bazara çıxarırsa onu alacaqlar. Bazara çıxarmır, evindədirsə kimin nə xəbəri var onun evində nə var? Kimi onun evindəkindən məlumatı var ki, ona pul da təklif eləsin ki, bunu ver mənə? Sən öz dəyərli bir şeyi satılıq mal kimi çıxartmasan efirə, reklam etməsən, şeytanın alıcının, yəni alıcının ixtiyarına qoymasan və qiymət təyin eləməsən, şeytanın səndən nəyisə almaq kimi bir səlahiyyəti və qüdrəti yoxdur. Çünki o zəifdir. Şeytan zorla nəsə ala bilmək qabiliyyətinə malik deyil. Əsla və əsla bunu yadda saxlayın. Onun zorla bizdən nəyisə ala bilmək qüdrəti belə yoxdur. Gücü belə çatmaz buna. Şeytanın insanı idarə etməsinin səbəbi insanın özünün buna icazə verməsidir. Məsumlardan bir hədis var, buyururlar imamlarımız ki, şeytanın əlinə yüyən verməsəydiniz, o sizi günah vadisinə sürüb apara bilməzdi. İmam başa salır ki, özünüzü at dəvə var, yüyən taxırlar, hara istəyirlər sürürlər. Özünüzü at dəvə kimi aparıb yüyəninizi şeytanın əlinə verməsəydiniz, o da sizi sürüb aparıb günah vadisində otarmazdı. Doğrudan da şeytanın ən önəmli xisləti və ən önəmli təsir etmə mexanizmi bundan ibarətdir ki, şeytan boynuva minibsə,
İnsan buna diqqətli olmalıdır. Şeytan sənin boynuna minibsə, deməli özün əyilmisən ki, minə bilib. Şeytan atlanıb boyuna minə bilmək qüdrətinə malik deyil. Şeytan yerindən belə tərpənə bilməyən bir varlıq misalı kimi təsəvvür eləyin. Şeytanı bir şikəst insan kimi təsəvvür eləyin, şikəst. Onun sizin boynunuza çıxa biləcəyi, bizim hər hansı birimizin boynuna çıxa biləcəyi qüdrəti yoxdur, ta ki özün əyilməsən. Ta ki özün başı onun qabağında yerə qoymasan ki, gəçix belimə, o sənin belimə çıxa bilmək qüdrətinə malik deyil. Şeytanda belə bir qüdrət yoxdur, güc yoxdur, ta ki sən özün ona təslim eləməyənə qədər. Bu birinci cavabı idi. Şeytan ona görə rahat idarə eləyir ki, insan özü rahat təslim olur ona. Bu birinci. İkinci, şeytanın bizi rahat idarə etməsinə səbəb olan ikinci amil, ürəyimiz istəyən hər şeyi tez əldə eləmək istəməyimizdir, tələsməyimizdir. Ürəyiniz, nəfsiniz, ürəyiniz nə istədisə, onu tez əldə eləmək üçün tələsməyin. Dərhal mənim ürəyim nə istədisə, onu tez eləyim, tələsməyin. Çünki şeytan pusqudadır, oturur, baxır, izləyir. Görür ki, sənin ürəyin nə istəyir və dərhal onu sənə təqdim etmək üçün müxtəlif növ günah variantları qoyacaq qabağa. İnsan tələsdisə ki, mən ürəyim istəyəni eləyim, mütləq günahdan keçəcək yolu. Ona görə də bir qayda deyim sizə də, nəfsinizlə mübarizə aparmaq üçün bir qayda. Su istəyirsiniz, susamısınız, dərhal içməyin. Su istəyən kimi tez qaçın dükandan, biraz gecikdirin. Yarım saat gecikün, 1 saat gecikün. Nəfsin məşqidir bu. Ürəyin bugün kabab yemək istəyir, bugün yemə. Sal sabaha, saxla sabaha. Ürəyin bugün filan şey istəyir, dərhal eləmə, öyrəşdirirsən, şeytan elə səni yavaş-yavaş günahdan aparacaq yolu bu. İnsan nəfsinin nə istədiyini bilən kimi gərək onu vaxtında yerinə yetirməsin. Vaxtında yerinə yetirəndə insan məğlub olacaq bir gün. Ona görə orucluq gəlir, yemək istəyirsən, içmək istəyirsən, icazə vermir. Hətta bir alim var idi, gözəl bir açıqlama vermişdi öz tələbələrinə. Əxlaq ustadı, Allah ruhunu şad eləsin. Ayətullah Behçət. Onun tələbələrindən birinin indi sağdır, dilindən eşitmişdim. Mən deyirdi, Ramazan ayında tələbələrdən birinə, tələbələr deyir, oturmuşlar, söhbət edirlər. Dedilər ki, bugün axşama iftara nə hazırlayaq? Dedilər, məsələn, ürəyimiz bunu istəyir də, belə bunları. Deyir, onda tələbələrdən biri öhdəsinə götürdü ki, mən bugün bu yeməyi sizə hazırlayacağam. Deyir, söhbət çatanda Ayətullah Behçətin qulağına dedi ki, bugün ürəyiniz istəyən yeməyi yeməkdən özünüzü məhrum eləyin. Dedi, orucluğun fəlsəfəsi elə budur. Ürəyiniz bugün bunu istəmir. Düz də halal deyə iftarda qoyacaq qabaq. Amma bugün bundan məhrum eləyin, salın sabaha. Nəfsə deyin ki, sən o qədər dəyərli deyilsən, hər istədiyini dərhal sənə verim. Çünki belə özünüz hər istədiyinizi özünüzə dərhal verməklə elə bir hala gəlib çıxacaqsınız ki, nəhayət şeytan sizi o tələmtələsi işlərinizi, istəklərinizi icra etmək üçün tələmtələsi həyatınızda sizə rahat günah təqdim eləyə biləcək. İnsan hər ürəyi istəyəni tez həyata keçirdib özünü nəfsinin buyruq qulu eləməməlidir. Sən nəfsimin buyruq qulu deyilsən. Mənim nəfsim bugün bunu istəyir, tez qaçım, alım gətirim, eləyim. Nəfsim bugün filan yerə getmək istəyir, tez qaçım, eləyim onu. Nəfsimin buyruq qulu deyilsən sən. İnsan özünə deməlidir ki, mənim işim nəfsimin buyruq qulu olmasın, nəfsimin buyruq qulu olması deyil. O qədər olur insan görsən, bugün nəsə istəyirsən, döz, nəfsüvə yoxdur, sal sabaha. Qoy bilsin ki, sən onun buyruq qulu deyilsən. O nədirsə dərhal eləməyəcəksən. Şeytan da ona görə insanı rahat idarə edə bilir ki, biz öz istəklərimizi həyata keçirtmək üçün çox tələsirik. Anında istəyirik, bunu istəyirəmsə tez olmalıdır. Tez olmalıdır da şeytan gəlir, çıxır ortalığa, başlayır sənə müxtəlif variantlarla, içində də bir dənə günah da salacaq ora. Ona görə tez olmalıdır da insan həmişə o dədəbəbalarımızın bir misalı olur və tələsən həmişə təndirə düşür. Doğrudan da təndir yəni cəhənnəm. Tələsdün təndirə, cəhənnəmə düşəcəksən də. Belədir də qayda. İnsan tələsməməlidir. Şeytan tələsən adamları rahat idarə eləyir. Şeytanın amma
Gecikdirdiyi işlər də var. Şeytanın iş prinsipi budur. Nə sənə lazımlı işdir, nə sənə faydalıdırsa saxlayacaq sabaha, sab eləyərsən. Nə sənə ziyanlıdırsa və yaxud da lazım deyilsə, lazımsızsa deyəcək yox, bu gün elə. Şeytan yaxşı əməl nə varsa salacaq sabaha, gecikdirəcək səni, pis əməl nə varsa saxlayacaq indiyə. Ona görə şeytan rahat idarə eləyir ki, insanlar ən birinci nəfsin istəyinin üstünə qaçırlar. Nəfs istəyənin üstünə qaçırlar. Bugün nəfs istəyənin üstünə qaçmasaydı möminlər, cümə namazında, məscidlərdə adam əlindən tərpənmək olmazdı. Allah Quranda da deyir ki, bilirəm pul qazanmaq istəyirsiniz. Bilirəm ki, dolanmaq istəyirsiniz. Amma istəyinizi Allahın istəyinə qurban verin. Möminlər cümə günü namaza çağırılanda gəlin Allahın evinə. O ki, gedirsiniz, istəyinizin dalıcan, elə aparacaq şeytan sizi cəhənnəmə. Allah aşkar bəyan eləyir ki, bilirəm də Allah deyir ki, elə bilməyin ki, mən bilmirəm, sizə pul lazımdır. Allah deyir, qazanın da, namazı qıldınız, dağılışın deyir yer üzərinə, gedin pul qazanmaq da alınacaq. Amma bunun əvəzində onu eləməyin də. Bax, ona görə də insan ki, öldürdü ya özünü, pul qazanmalıyam və salam, ondan sonra da o adam yavaş-yavaş düşür şeytanın təsirinə. Birinci elə o ilə başlayır şeytan. Birinci, bugün aylığın ruzusunu qazan, sabah gedərsən. Sabah qılarsan, sabah məsələn, filan müstəhəb ya vacib əməli yerinə yetirərsən. Sabah, bir də onda ayılırsan ki, yadından çıxıb məscidin qapısı, yadından çıxıb namaz, yadından çıxıb Allah zikri, yadından çıxıb Qur'an. Bugün yatmaq istəyirəm, Qur'anı sabah oxuyarsan. Elə, bir də onda ayılırsan ki, heç hərfləri yaddan çıxartmırsan. Ona görə insan nəyisə istəyirsə, nəfsi istəyirsə, onu gecikdirməlidir. Nəyisə Allah istəyirsə, ona tələsməlidir. Əbəs yerə Allah demir, hayya aləs-salah. Tələsün namaza. Çünki namaza tələsmə söz, günaha tələsəcəksiniz. Namaza tələsmə söz, pis işə tələsəcəksiniz. Tələsəcək insan zaten. Allah dedir, bilirəm tələsirsən, xeyrə doğru tələs. Çünki sən şərə doğru tələssün, namaza tələsməsün, heç şəri qoyuram qırağa. Namaza tələsməsün, sənin o tələsməyi şeytan çöndərəcək başqa istiqamətə. Ona görə də insan bu günü ilə yaşamaq istəyir deyə şeytan da rahat insanı idarə edə bilər. Bu şeytanın insanı idarə edə bilməsinin ikinci əsas səbəbidir. Zəif də olsa idarə edə bilir. Üçüncü səbəbsə insanın uzaq görən ola bilməməsidir. İnsan uzaq görən deyil. Şeytan qədər uzaq görən deyil. Şeytan zəifdir, uzaq görəndir. İnsan isə güclüdür, uzaq görən deyil deyə tez məğlub olur ona. Tez idarəsi altına düşür şeytanın. Qur'an gəlir cənnət və cəhənnəmdən danışır. Bizə indidən, oturmuşuq hələ nə cənnət açılıb, nə cəhənnəm, nə qiyamət var. Adama deyərlər ki, oturmuşuq da burada. Sizin doğrudan da bəzən ateistlərin, elə deistlərin iradları bu olur ki, indidən gəlib bu din başlamışsınız cənnət, cəhənnəm. Hələ bilinmir olacaq, olmayacaq və s. və ilaxır. Laf tutaq ki, deyirlər olacaq, ateistlər məsələn. Laf deyirlər, tutaq ki, cənnət, cəhənnəm olacaq. İndidən danışmağın nə mənası? Niyə indidən insanların ürəyini bulandırırsınız? Qoy yaşasınlar ürəkləri istəyən kimi. Allah da demir, yaşamayın. Allah deyir, yaşayın, amma uzaq görüb yaşayın. Cənnəti, cəhənnəmi buradan görməyi bacarın. Sizi ora aparıb çıxaracaq əməlləri indidən təftiş edin. İndidən diqqətli olun ki, hara gedirsiniz? Sonu görməyi bacarın deyə Allah bizə indidən öyrədir sonu görməyi. Şeytan isə gəlir ki, sonu görmək, uzaq görən olmaq lazımdır. İnsan ki, uzaq görən olmadı, şeytan rahat idarə eləyəcək onu. Tez çıxaracaq yolda. Bir cavan oturub narkotik çəkəndən 10 il sonraki vəziyyətini görə bilsə, şeytan bugün onu heç vaxt o vəziyyətə sala bilməz. Ona narkotik çəkdirə bilməz. Bir cavan oturub qumar oynamağın 1 il sonraki fəsadını görə bilsə, şeytan ona qumar oynada bilməz. Bir cavan oturub zina etməyin fəsadının 3 il sonra başına nə gətirəcəyini bilsə, ömür billah onu eləməz. İnsan uzağı görə bilmir deyə rahat bugün günah eləyir.
və yaxud görmək istəmir deyə şeytan rahat günah elətdirir insana. Ağıllı adam bugünün deyil, ağıllı adam sabahın görən insandır. Bugün bunu eləsəm sabah nə olacağı bilən insandır deyə şeytan o adamlara bata bilmir. Şeytan o insanlara qalib gələ bilmir. Çünki şeytan gəlib sənə təlqin eləyəndə günahı sən deyirsən ki, bir dəqiqə saxla. Bunun axı nəticəsi bu olacaq. Sən artıq indidən bilirsən sabah nə olacaq bunun. Ona görə də eləmirəm. Xoş getdin. Şeytanı yola salacaqsan və səni idarə eləyə bilməyəcək uzağı gördüyünə görə. Şeytan insanın gözünü bağlayır ki, ilk növbədə gözün bağlayır ki, rahat idarə eləyə bilsin. Gözü bağlanmış insan, uzağı görə bilməyən, ayağının altını belə görə bilməyən insan rahat idarə olunacaq. Rahat idarə olunacaq. Eyni ilə gözdən əlil insanlar var ki, gözləri görmür. Hara aparsan ora gedəcək də. Əlindən tut, çək uçurumun kənarına, ya çək apar evinə. Onun üçün fərq eləmir. O sənə etibar eləyir. Tutmursan əlindən sən aparırsan. O özü görə bilmir nə baş verir. Yaxşı yerə aparırsan, pis yerə aparırsan. Ona görə də şeytan istəyir ki, biz kör olaq, uzağı görə bilməyək. Allah istəyir ki, gözü açıq olaq. Ona görə cənnət və cəhənnəmdən danışır Allah bizə. Ona görə təkəbbüründən danışır ki, mən qüdrətli Allaham, oyun oynamıyorum. Mənim ədalətim var, oyun oynamıyorum. Allah danışır cənnətindən, cəhənnəmindən, qüdrətindən, təkəbbüründən, böyüklüyündən. İnsana yeridir bu halı ki, diqqətli ol, mənə qarşı, məni görməyi bacar, mənim böyüklüyümü hiss elə. Qur'an-ı Kərimin hər ayəsi insana Allahın böyüklüyünü hiss elətdirir. Allahın təkəbbürünü hiss elətdirir. Ki, bunu hiss elə, axırın yaxşı olmayacaq. Bunu hiss eləməlisən ki, axırın yaxşı qutarsın. Allahu Əkbərlə başlayır namaz. Niyə demirik Allahu Rəhim? Xeyr, böyüklüyün başa düş ki, namazın namaz olsun. Allahın böyüklüyün qəbul elə ki, namaz səni aparıb lazım olan ünvana çıxarda bilsin. Allahın böyüklüyün qəbul elə ki, namaza tələsəsən, namazı məsuliyyətsiz qılmayasan, namaza qarşı məsuliyyət hiss eləyəsən. Hər şeyin başında insanın uzaq görən olması dayanır ki, insan öz sonunun nə olacağını indidən artıq düşünməlidir. Düşünsünlər də insanlar, arada bir gedib qəbristanlığa baxıb insanlar düşünsünlər. Qorxmaq lazım deyil qəbristanlıqdan. İnsan baxsın o qəbirlərə, nə qədər əzizlərimizi yatızdırmışıq o torpağın altına, öz əllərimizlə qoymuşuq, çıxıb gəlmişik. Cavanı var, qocası var, uşağı var, nakam gedəni var, ailəsini başsız qoyub gedəni var, cürəbəcür insanlar yola salmışıq dünyada. Onların hamısını bugün dindirəsən ki, səni geri qaytarsalar neyniyərsən? Həmən insanlar o günü ki görüblər o qəbri, o günə görə yaşayarlar. Amma onlar orada görüb qayıdıb deyən o günə görə yaşayar. Amma indidən Allah bizə deyir də ki, o günü görüb indidən yaşayın. Onların bugün gördüklərini siz indidən görün. Lazım deyil gelib qəbrə görüb düşüb görəsən. İndidən gör də o qəbirdəkilərin gördüyün. İndidən görməyi bacar, ona da uyğun yaşa. Onda şeytan aldada bilməyəcək səni. İnsan qəbri görə bilmir deyə şeytan rahat aldadır. Bu da şeytanın bizi aldatması üçün üçüncü əsas. Zəif olmasına rəğmən bizi idarə etməsinin üçüncü əsas səbəbi idi. Və sonda bu ayəni mən sizə oxumaq istəyirəm. İbrahim surəsi 22-ci ayədə uca Allah şeytanın dilindən bir ayə nazil eləyib bizə. Şeytan qiyamət günündə Allahla danışacaq və insanlara bir xitab eləyəcək. Hamımız o gün o şeytanın xitabını eşidəcəyik. Diqqətli olun bir dənə. Bayaq dediyim sözə nümunədir bu. Qiyamətdə eşidəcəyimiz sözü Allah indidən deyir bizə. Allahın sevgisini, rəhmətini duya bilirsiniz bu ayə ilə. Bir var deməzdi, gedib çatardıq qiyamətə, deyərdi, ay Allah, nə olanda bunu indidən dünyada deyərdin də bizə. Deyərdin də bu necə varlıqdır, deyərdin də bu neyniyəcək, şeytan kimdir, nəçidir, nə cürdür, nə danışacaq bizi ilə, bizə nə deyəcək. Allahın rəhmətinə baxın ki, burada deyir, düşməniniz sizə nə deyəcək orada. Sirrini açır Allah şeytanın. Allah şeytanı ifşa eləyir, amma insan hələ də başa düşmür.
Cavandır, görürsən oturur, buradan eşidir moizəmi, çıxır bayıra yenə həmin günah, yenə həmin şey. Allah axı danışır, deyir, indidən deyirəm sizə, şeytan orada belə deyəcək, ya deməyin eşitmədik, deməyin bilmədik. Peyğəmbər göndərir, məsum imamlar göndərir, Qur'an nazil eləyir. Həyatı bizə öyrədir, həyatı başa salır, oranı, buranı, axirəti, qəbri, cənnəti, cəhənnəmi hamısının təfərrüatı ilə izah eləyir ki, uzağı gör, çaşma, ora görə yaşa, ora hesablanmış həyat yaşa. Ayədə buyurulur, sözümü çox uzatmayım, buyurur və qalə şeytanu, şeytan deyəcək, ləmmə qudiyəl əmru, işin bitdiyi zaman. Elə ki, iş bitdi, iş açan bitəcək qiyamətdə. Qiyamətdə dünyanın, bizim hamımızın işi bitəcək, dünyanla əlaqəli iş qutardı. İş bitən kimi qalə şeytanu, şeytan danışacaq, şeytana söz veriləcək. Üzüyü tut cəmaata sözü de, axırıncı sözü olacaq şeytanın bizə. Ondan sonra yığacaq öz əshabın, gedəcək cəhənnəmə. Son sözünə baxın şeytanın. İnnəlləhə və'ədəkum və'ədəl haqqi. Şeytanın ilk sözü deyə bu. Buyuracaq, həqiqətən Allahın sizə verdiyi haqq, vədə haqdır. Şeytan cəmaatı ələ salacaq orada. Kiküsüzün başuza. Belə deyədələr, valla bu sözün içində söyüş var əslində, mən elə yumuşaq dedim. Yəni, ayaqmaqlar. Elə bilirdiniz Allah alladır sizi. Allahın vədi haqdır. Şeytan birinci bunu deyəcək. Ki, mən də bunu bilirdim. Şeytan əla bilirdi ki, Allahın vədi haqdır. Şeytan niyə elə eləyir, o ilə işimiz yoxdur. Danışmışıq onu, niyə o günə düşüb o, niyə bilə-bilə günah eləyir. Sözümüz onda deyil, söhbət bizdən gedir. Şeytan deyəcək, Allahın vədi haqdır. Davamında da buyuracaq. Və vəədtukum fəəxləftukum. Mən də sizə vəd vermişdim və vədimə də xilaf çıxdım. Amma Allah vəd verdi, vədində də haqdır. Mən amma vəd verdim sizə, fəəxləftukum və vədimə xilaf çıxdım. Mən dediyimi eləməyəcəyəm. Mən yalancıyam. Orada üzümüzə deyəcək bunu bizim. Ki, mən yalancıyam. Davamında da buyuracaq. وَمَا كَانَ لِيَ عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ. Mən sizin üzərinizdə sizi dəvət eləməkdən başqa heç bir hökmranlığa sahib deyildim. Mənim sizin üzərinizdə ixtiyarım yox idi, şeytan deyəcək. Mən sadəcə dəvət eləyirdim. Yəni, insan deyəndə ki, məni şeytan salıb bu yola, şeytan çıxıb deyənəcək, qabağına deyənəcək ki, adam balasan, adam ol, düzündür. Mən səni heç yana aparmamışam, mən dəvət eləmişəm, gələn özün olmusan. Mənim ixtiyarım olmayıb səni zorla günaha çəkim. Şeytan deyəcək, yalan danışma. Mən sizin üzərinizdə hökmran deyildim, şeytanın sözünə baxın, mən sadəcə dəvət eləmişdim. Davamında buyurur, fəstəcəbtum li. Siz də mənim dəvətimi qəbul eləmişdiniz. Bu qədər sadədir məsələ. Mən dəvət eləmişdim, siz də dəvətimi qəbul eləmişdiniz. Yoxsa ki, mən sizi zorla, məcburan, döyə-döyə, qamçılıya-qamçılıya, boynunuza zəncir keçirdib, sürüyə-sürüyə heç bir günaha aparmamışam. Mən yalandan danışırdım, deyirdim, belə olacaq, elə olacaq. Aldadırdım sizi, siz də inanırdınız mənə, aldanırdınız. Yəni, sizin günahınız mənim günahımdan böyükdür. Aldanan sizsiz, aldadan mənəm. Davamında buyurur. فَلَا تُلُومُونِ وَلُومُوا أَنْفُسَكُمْ. Odur ki, məni qınamayın, gedin özünüzü qınayın. Şeytan bax bu sözü qiyamətdə bizə deyəcək. فَلَا تُلُومُونِ وَلُومُوا أَنْفُسَكُمْ. Məni niyə qınayırsınız? Gedin özünüzü qınayın. Şeytan gördünüz işin içindən necə çıxacaq? Necə özünə bəraət verəcək? Düzdür, o bəraəti onun bağışlanmasına səbəb olmayacaq. Söhbət ondan getmir. Amma bizi pərt eləyəcək orada. Bizi deyəndə Allah bizi eləməsin. Birinci özümüzə deyirəm ki, özümüz elə düşünək ki, elə bizdən söhbət gedir. Heç vaxt öz yaxamızı kənara çəkməyək.
Elə düşünək ki, elə bu bizim başımıza gələcək. İndidən öz hesabımızı götürək. Təsəvvür eləyin də bir ömür qulluq eləmisən şeytana, Allah bizdən uzaq eləsin. Gedirsən orada sənə deyir ki, hə, mən qınamaya, get özü qına, get başının çarəsinə bax. Mən onsuz da bilirdim ki, cəhənnəmə gedirəm. Mən yoldaş axtarırdım, çağırırdım, fit çalırdım, sən də gəlib qoşulmuşdun mənə. Sən qoşulmuşdun, mən səni aparmadım. Zorla gətirib saxlamamışdım yanımda. Bax, şeytana ona görə diqqətli olmaq lazımdır ki, şeytan işin içindən axırda bizim üzümüzə bu sözləri deyərək çıxacaq. Bunlar hamısı onun üçündür ki, şeytan bizə deyəcək ki, yəni mənim yoluma düşənləri heç mən özüm də hörmət eləmirdim. Şeytanın yadınızda qalsın, şeytan olmasına rəğmən, şeytan həmişə böyük insanların böyüklüyünü dərk edib. Şeytan şeytandırsa da, Quran-ı Kərimdə əbəs yerə demir, deyir ki, ilahi, mən hamısını yoldan azdıracam, ixlaslılardan başqa, sənin üçün çalışanlardan başqa, gözü ancaq səni görənlərdən başqa. İxlas yəni insanın gözünün ancaq Allahı görməsi. Kimin ki həyatında ancaq gözü Allahı görür, şeytan deyir, mən onu azdıra bilməyəcəyim. Çünki başqa şey göstərdim, baxmadı, necə azdırım? Şeytan necə azdırsın Allah üçün çalışan insanı ki, nə təqdim elədisə baxmadı, nə göstərdisə baxmadı. Şeytan Allahdan qeyrisinə baxanları azdırdı. Ona görə də şeytanın bu hiləsindən də xəbərimiz olsun ki, diqqətli olaq. Ümid edirəm bu 3 dənə hilə ki, sizə danışdım, çox danışmaq olar, 3-ü bəs eləyər. Bu 3-ü bəsdir ki, bunlar haqqında oturaq düşünək və sonda bir nəticə çıxardaq ki, o nəticəyə görə də şeytanın toruna düşməyək. Şeytan insanı ona görə rahat idarə eləyir ki, birincisi, insan özü onun idarə olunmasına razıdır. İkincisi, nə idi ikincisi? Kimin yadında qaldı? O üçüncü idi. İkincisi nə idi? Sizdən gözləyəcəm cavabı, eybi yox. Necə? Onu demək istəyirəm, bax. Yox, o deyil. Uzaq görənlik üçüncüdür. Necə? Tələskənlik. Birinci, nə oldu? İndi birinci yaddan çıxdı. Bu məxluq belədir də, bir balaca adamı çalışır, yaddan çıxarsın. Özü haqqında olan söhbətləri xoşlamır, yadda saxlayaq. Birincisi budur ki, şeytan, insan özünü ona təslim etməsə, özünü satmasa, insan idarə eləyə bilməz. Bir. İkincisi, İnsan tələsməsə nəfsinin istəyini yerinə yetirmək üçün şeytan onu günaha sala bilməz. Üçüncüsü, uzaq görən olmasa. Uzaq görən insanları şeytan azdıra bilməz. Allahdan istəyirəm bu cümə gününün hörməti xatirinə Allah bizi bu çətin həyatda nəfsimizlə və şeytanla mübarizədə müvəffəq olanlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim vəl-əsr. İnnəl insənə ləfī xusr. İlləl-ləzīnə əmənu və amilus salihati və təvəssəv bil-haqqi və təvəssəv bis-sabr.